Здравствуйте! Herkese salam! Bugünkü mövzu паронимler. Паронимы – это слова, которые похожи по звучанию и написанию, но имеют разные лексические значения. Paroнимlər səs və yazmada oxşar, lakin fərqli leksik mənaları olan sözlərdir. Məsələn, abonent, abonement. Abonent – abunəçi, abonement – abunə. Виды паронимов. Пароним növləri. Паронимы в русском языке можно разделить на несколько групп в зависимости от их лексического значения и грамматической функции. Rus dilindəki paronimlər leksik mənaları və qrammatik funksiyalarına görə bir neçə qrupa bölünə bilər. Лексические паронимы. Лексические паронимы – это слова, которые имеют разные значения, но схожи по звучанию или написанию. Leksik paronimlər, bunlar fərqli mənaları olan, lakin səs və ya yazmada oxşar olan sözlərdir. Misal olaraq bir neçə nümunə gətirdim, gəlin onlara baxaq. Adresat, adresant. Adresat – məktub alan şəxs, adresant isə məktub göndərən şəxsə deyilir. Axvatit, abxvatit. Axvatit – tutub qapmaq, abxvatit – iki əlli tutmaq. Qrammatические паронимы. Bu cür paronimlər sözün mənasını dəyişdirən müxtəlif şəkilçiləri və digər qrammatik xüsusiyyətləri ilə fərqlənir. Məsələn, vdох, vzdох. Vdох – nəfəsi özünə çəkmək. Vzdох – kəskin nəfəs almaq. İzabretательный, изобретенный. İzabretательный – yaradıcı insan. İzabretенный – yaradılmış əşya. Amma forma. Formalardan birində eyni imla olan, lakin digər formalarda fərqli və ya fərqli mənaları olan sözlərdir. Məsələn, list, vərəq və list, yarpaq. Tez-tez rast gəlinən paronimlər. Diplomant, diplomçu və diplomat. Diplomatik proseslərin idarə edilməsi üçün təyin olunmuş şəxs. Bir dənə də misal gətirim. Effektivni, yəni effektiv və effektni, gözə çarpan.